Bugün 113 nəfərdən ibarət daha 27 ailə Kəlbəcərə qayıdıb. Sakinlər hazırda doğma yurdlarına çatıb və təəssüratlarını əməkdaşlarımızla bölüşüblər. Daha ətraflı birbaşa bağlantıda olan əməkdaşımız Ayşən Cümşüdova məlumatları çatdırır. Salamlayıram sizi Ayşən, buyurun. Bəli, bugün Kəlbəcərdə 33 il fərqlə eyni tarix yaşanır, amma bu dəfə başqa hisslərlədir. 1993-cü ilin 2 aprelində buradan köçən insanlar ağrı, acı ilə buranı tərk etmişdilər, amma indi 33 ildən sonra 2026-cı ilin 2 aprelində onlar xoşbəxtliklə, sevinclə, qürurla artıq öz doğma torpaqlarındadır. Bugün Kəlbəcər şəhərinə 6-cı köçdün karvanı gəlib artıq çatdı. Gördüyünüz kimi artıq Kəlbəcər sakinləri öz doğma torpaqlarındadır. Bugün 27 ailədən ibarət 113 nəfər öz doğma torpağına qayıdıb. Birazdan onlara evlərinin açarları da təqdim olunacaq və onlar əbədi şəkildə öz doğma yurdlarında yenidən məskən salacaqlar və həyatlarına yenidən davam edəcəklər. Burada Kəlbəcər sakinləri var, bir-bir yaxınlaşıb onların da təəssüratlarını öyrənək. Xoş gəlmişsiniz. Bugün ilk gələn sakinlərdənsiniz. Nə demək istərdiniz? Mən bugün çox şadam ki, bugün qayıtmışıq vətənimizə. Mən Kəlbəcərdən çıxanda mənim 17 yaşım var idi. İndi qayıdıram. İnşallah 50 yaşım var. 50 yaşına qayıdıram indi. Çox sevinirəm, çox həyəcanlıyam biraz da. Allah prezidentimiz canı sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayıram. Kimlərlə gəlmişsiniz bugün? Ailəmlə, öz ailəmlə. 2 oğlumla, yoldaşıma bir özüm. Artıq Kəlbəcərli günlər yenidən başlayır 33 ildən sonra. İnşallah, inşallah. Sağ olsundan sonra. Xoş gəlmişsiniz bir daha. Çox sağ olun. Bəli, gördüyünüz kimi artıq bütün Kəlbəcər sakinləri birazdan öz evlərinin açarlarını təqdim eləyəcəklər onlara. Onları da ilk elə məhz Kəlbəcərin körpə fidanları qarşıladı. Onları da istərdik bir çəkək, bu gözəl kadrları sizə təqdim edək. Həqiqətən də çox qürur verici anlar yaşayırıq hazırda. Kəlbəcərdə yetişən körpə fidanlar Kəlbəcərin naminə, Azərbaycan naminə burada yenidən yetişən körpə fidanlar elə Kəlbəcər sakinlərini qarşıladı. Binaların eyvanlarından isə artıq ilk köçdən bu yana gələn sakinlər, yeni gələn sakinləri qarşılayır. Bu da çox gözəl bir mənzərədir. Artıq Kəlbəcərdə həyat yenidən canlanır, Kəlbəcərə həyat yenidən qayıdıb. Burada artıq ot da, bitən çiçək də bu qayıdışı hər hücrəsinə qədər hiss edir. Bəli, hələ ki, buradan çatdırmaq istədiklərimiz bu qədərdir. Qarşıdakı buraxılışlarda daha ətraflı məlumatlar verməyə çalışacağıq. Eyni zamanda Kəlbəcər sakinlərini yeni evlərində xoşbəxt günlərini sizə yenidən təqdim etməyə çalışacağıq. Hələ ki, bizdən bu qədər. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirəm sizə Ayşən məlumatlarınız üçün. Bəli, Kəlbəcərə növbəti köç baş tutub. Sakinlərin xoş təəssüratlarını birbaşa bağlantıda əməkdaşımız Ayşən Cümşüdova bizə təqdim etdi. Davam edirik.